Salamlar, vaxtınız xeyirli olsun. Bugün sizlər üçün Azərbaycanın qədim mətbəxlərindən, şirniyyatlarından biri olan şamaxı mütəkkəsinin hazırlanmasını göstərəcəyik. Ən əsası mütəkkə hazırlanır cemlə, belə deyək, pavidla ilə. Amma Novruz bayramı ərəfəsində mütəkkə hazırlanır içliyi qozla, qovrulmuş fındıqla və yaxud da badamla. Bu günlərdə sağ olsun nənəmiz hazırlayacaq bizlər üçün. Biz hazırlayacaq 1 kiloluq doymaq bir nömrəli buğda unundan hazırlayacaq. Sizlərə də məsləhət görürəm doymaq unundan hazırlamağı. İnşallah nəticəndə şəhər bölməsini bizlərə bildirər. Salam, hər vaxtınız xeyir olsun. Allah hamınıza bol ruzu nəsib eləsin inşallah. Bu gün mütəkkə pişiririk. Mütəkkə pişirmək üçün bizə lazımdır birinci növ buğda unu doymaqdan. Yarım kilo un işlədəcəm. Yarım kilo una 125 qram kərə yağı, yəni 250 qramın yarısı, paçkada alırsınız onun yarısı. 150 milli süt, 2 yemək qaşığı smetan, fərqi yoxdur. İlıq. Yəni fərqi yoxdur smetan neçə faizlidir. 1 qaşıq çay qaşığının dolusu maya, 1 qaşıq da şəkər tozu. Bunu elə indi sütün içinə qoyuram ki, aktivləşsin. Sonra bizə lazımdır 2 yumurta. Biri ağlı sarılı, birinin də sarısı. Ağı içi işlədəcəm, ona görə götürdüm. 1 yemək qaşığının dolusu, bir də yarım şəkər kirşanı. Bir çimdik də duz səpirik. Xəmir əlimizdə isinənə qədər bir 5 dəqiqədə belə yoğururuq. Xəmiri qaba alırıq, üstün streslə örtürük. Kim istəyir qapaq örtüsün. Yəni ki, ən əsası odur ki, xəmirin üstü qaysa bağlamasın. İstidə qalsın. Həm də istidə qalsın. İndi bunu 1 saat qoyuruq, mayalansın. Xəmirimiz mayalandı. İndi bunu kündələrə ayırayıq. Ayırayıq. Qəşəng yumşaq oldu ha xəmir. Çox yumşaqdır, hə, fındıq kimi qəşəng. Dana kündə alındı. Bir 10 dəqiqə gözləyə dincəlsin ki, açma rahat olsun. Evet, biraz dincəlsin, biraz neşə başlayır. O dincələnə qədər biz də içi hazırlayaq. Yəni, çay içmək olmaz mı? Burada 200 qram qozlu maşından keçirtmişik, qoz çəkən maşına. Ona 150 qram pesok qatmışam, yarım çay qaşığı da hil. İndi bir yumurtanın ağzını salırıq. İndi soruşarsınız ki, nənə görəsən bunu niyə qatır? Ona görə qatıram ki, çox adam qatmır, içinə qoyur. Pesok gəlir mütəkkəyin kənarlarından çıxır, şirə salır. Tofqaya qoyanda altı yanır, şirə salır. Amma bu yumurtanı bura vuranda elə içində qalır, kənarlara şirəsin vermir. Bəli. Nənədən bonus ipuçları. Bəli. Mən bilirəm, hamı bilsin. Çox sağ olun.
Başlayaq kündəmizi açmaya. Bu da çox nazik açılır nənə. Yox, çox nazik lazım deyil. Mən bilirəm, prosta sual verirəm ki, bilməyənlər. İndi göstərəcəm də nə qalır. Ağlında sual qalmasın. Yuxamızı açdıq. Nə çox nazik olsun, nə də çox qalın. 1 millimetr. Bunu 100 qram əridilmiş yağ götürəm araları yağlamaq üçün. Bunu mütləq yağlamaq lazımdır. Çoxsu yağlamır, ona görə də qatları bilinmir. Dişləyəndə elə pitok xəmir kimi adamın ağzına gəlir. Yaxşı olar ki, bunun hər tərəfini belə yağlayaq. Şef bıçağı ilə işləyirsən ay nənə. Sən bıçağın da neyini? Yox, mənim bıçağım olsa da evin şefi sənsən. İki hissəyə ayırırıq. Ayırandan sonra hərəsinə 1 çay qaşığı içlikdən qoyuruq. İndi başlayaq bükməyə. Əvvəlcə buranı belə bükürük ki, kənarları açılmasın. Bu ucu, axırıncı ləçəyi altda qalsın. Biraz aralı düzürük. Amma ikincini də açım, list dolsun, sonra qoyacağıq bişməyə. Onu da qeyd edeyim ki, 6 kündədir, hər kündədən də 12 dənə çıxır. Mütəkkələrimizi listə yığdıq. İndi bunu altı üstü yandırılmış, 160 dərəcəli, öncədən qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. Ancaq altı bişməlidir, üstünü çox da qızartmırıq. Yorulmayasan nənə, yorulmayasan. Çox sağ ol, Allah razı olsun. Həmişə belə qəşəng günlərdə, bayramlarda bişirək. Allahın köməyi. Allah Taala bu ilki şəhidlərimizə də rəhmət eləsin, ailələrinə səbir versin. Birinci növbədə olan bayramlar təbrik olsun. Amin. İnşallah. Amin. Kömək edeyim mən də sənə kömək. Sənə kömək edeyim. Yoxsa çıxıb gəlirəm işə, görürsən ürəyimlə çox bacaram mənə. Onu belə gətirdiyi ortaya. Buradan fırlayanda ucu bu avtomatik düşür özü bura. Gördün? Yox nənə. Bilirəm, mən öyrətmişəm, onu halal xoş. Bunu burada tutup dartırıq ki, biraz uzun olsun. Uzunvari gülüşlər. Çox sağ ol, Allah da sağ ol. Seçilmədi sən ekrana gör. Pişdi, Vasif, bax görürsən, alt tərəfi tamamilə qızardı, üstü ağ qaldı. Çox da qəşəng bişib hamısı. İndi qoyaq soyusun, soğuyandan sonra üstünə şəkər kirşanı əlavə eləyəcəyik. Hə, inşallah. Nənələrdə sağ, doğrudan əla çıxıb. Nuş olsun. Həm şəkər buradadır gəlir, həm belə badam bura. Yağlayanda elə olur da, araları yağlayanda yuxanı. Elə badam burada adı gəlir. Hazırlayan hər kəsə nuş olsun dostlar, doğrudan hazırlamaq dəyər. Belə balaca atışdırmaq üçün və yaxud da xüsusən diyetdə olanlar var ki, görür şəkər bura paxlava istəyir. Onlar üçün çox gözəl bir seçimdir. Arada bir dənə atışdırmaq olar. Bu qədər dostlar, hazırlayan kəsə nuş olsun, videomuzu bəyənməyi unutmayın. Allah'a emanet, növbəti videolarımızda görüşənə qədər. Mən gəlmişəm, mən payımı abdəmi saxlayasın. Yaxşı ol, elə iki listənin narahat olur. Ay, sözün bir sənə daha. Bilirəm. Sədmə ehtiyac yox.
Badam buralar soydu. Soyuyandan sonra üstünə şəkər kirşanı əlavə edin. Aynen, badam bura nədir? Mütəkkə olar. Mütəkkə. Dedim badam bura dadındadır, məni də çaşdırdın, görürsən? Fikrim gedib badam buraya. Yoxdursa, badam hazırlayarsan, rəşot olarıq. İnşallah, inşallah.